həm dillə zikr etmək, həm də qəlb ilə etmək ibadətdir. Subhanallah. Baxın, görün, qəlbə nə misalı gətirir? Qəlb barəsində zikr deyir ki, Allah Taala'nın isimləri barəsində, Allahın sifətləri barəsində düşünmək, onları bilmək, onlar ilə dua etmək, Allah Taala'nı çağırmaq. Ona görə də duanın ədəblərində biz keçdik ki, dua etməmişdən öncə Allah Taala'nı nə edirsən? Tərif edirsən. Sonra Allah Rasuluna salavat gətirirsən. Və sonra başlayırsan dua etməyə. Deməli, birinci nədir? Tərif etmək, eləmək. Ona görə də İbn Qeym Rahmanullah deyir ki, Allah Taala'nın əzəməti, böyüklüyü, qüdrəti barəsində düşünmək. Necə ki, Əl-İmran surəsində Allah Taala buyurur ki, o kəslər ki, ayaq üstü olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər: Ey Rəbbimiz, sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi cəhənnəm odundan, əzabından qoru. Subhanallah.